gələndə artıq çox gecikmiş, çox ilerləmiş mərhələdə başvururlar. Yəni bu xəstəmizə biz kombidə əməliyyat edirik. Həm katarakta əməliyyatı, həm göz dibi əməliyyatı. Xəstəmiz uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Kataraktası da gəlişmişdi. Göz dibində də torlu qişasında qopma yaranmışdı. Görməsi çox aşağı səviyyəsində idi bizə müraciət etdiyində. Zamanında müraciət edilirsə, bu diabetik retinopatiyanın, şəkər fəsadlarının zamanında qarşısını almaq olur. Xəstələr əməliyyata gələndə artıq çox gecikmiş, çox ilerləmiş mərhələdə başvururlar. Biz katarakta əməliyyatını bitirdik. Həm linza taxdıq. Yaxşısınızmı xalacığım? Yaxşısan? Ağrı yoxdur, bir şey yoxdur, əla. Kataraktamız 3 dəqiqə sürdü cəmi. Linza yerləşdirdik. İndi göz dibinə keçirik. Bu əməliyyat vitrektomiya əməliyyatı adlandırılır. Göz dibi əməliyyatı. Buradakı göz daxili şüşəvari cisim xaric edilir. Qan sızmalar təmizlənir. Membranlar, traktiyalar təmizlənir, gərəkirsə soyulur, torlu qişa lazerlə müalicə edilir. Əməliyyatımız uğurla bitdi.